Siz neçə ildir turizm sahəsində çalışırsınız? Bu il 20 oldu artıq. 20 il. Dəyişikliklər var yaxşı tərəfə. Təbii ki, istənilən bir dəyişikliyi biz yaxşı tərəfə qiymətləndiririk. Çünki sıfırdan başlayıb Azərbaycan turizmi demək olar ki. Bu da başlayıb hardasa 2000-ci ilin əvvəllərindən. Baxmayaraq ki, müstəqillik əldə olunub 91-ci ildə. Amma yəni ölkədə problemlər, maliyyə və s. və axır. Yəni 2000-ci ilin əvvəllərindən canlanma başlamışdı. Mən də elə məhz o ərəfədə 2005-ci ildə mən turizmdəyəm. 20 il ərzində yaxşılığa doğru gedən dəyişikliklər olub məncə 100%. Demək olmaz ki, olmayıb. Amma sistemin özü dəyişilib. Mən zaten onu demədim təbii ki. Baxın, biz baxır nəyi müzakirə edirik. Mən özümü daha çox incoming turizm üzrə mütəxəssis hesab edirəm. Ən azından haqqım var buna da. Amma digər sahələrdə də işləmişəm. Yəni xaricə də turist göndərmişik vaxtı ilə. Ümumiyyətlə bizim vaxtımızda o vaxt işçilər universal idi. Həm xaricə göndərirdin, həm Azərbaycanlıları rayonlarda yerləşdirirdin, həm xaricdən əcnəbi qəbul edirdin. Düzdür, bu qədər deyildi sayı. Çünki viza problemləri var idi. Yəni hər bir xarici ölkənin vətəndaşı Azərbaycana gəlib çıxa bilmirdi. Getməli idi Azərbaycan səfirliyinə, ora müraciət eləməli idi. Mən ona buradan dəvətnamə göndərməli idim. O dəvətnamə Xarici İşlər Nazirliyi təsdiq eləməli idi. Uzun bir prosesdə hesab edin ki, adam yaşayır New Yorkda, o New Yorkdan getməlidir Vaşinqtona, Azərbaycan səfirliyinə, pasportunu təqdim eləməlidir, anket doldurmalıdır, rüsum ödəməlidir, qayıtmalıdır təzədən New Yorka, bir həftə sonra getməlidir Vaşinqtona, bu xərcləri təsəvvürə gətirirsiniz də. Yəni həm maliyyə də cəhətdən sərf eləmirdi heç kimə, amma buna baxmayaraq min bir əziyyətlə kimlərisə gətirirdik. Ən yaxşı o vaxtda təbii ki, Pribaltika ölkələrindən gəlirdilər. Xarici turistlər. Bir də mən bir yerli şirkət var, onun nümayəndəsi idim sərgilər üzrə. Sərgiyə gələn hər bir xarici vətəndaşın yerləşməsi, viza məsələsi, asudə vaxtın təşkili falan, bu ilə mən məşğul olurdum. Hələ o ərəfədə sözünüzü biraz püxtələşdim, təkmilləşdim. Maraq var idi, mənə çoxsu biraz dəli kimi baxırdı ki, bu incomingdən nə istəyirsən? Yəni Antalyaya göndərdin, $500 aldın, qoydun cibimə. Incomingdən sən gedək 3 həftə, 4 həftə kimlənsə yazışasan, onu razı salasan, gətirəsən. Amma step by step, ingilis demişkə, gətirdiyi o vaxt onsuz şirkətlərin sayı az idi. 7-8 turizm şirkəti var idi. İndi 2000-i keçib, hamı da bir-birinin ayağına dolaşır. Sizin fikrinizcə, Azərbaycanda hal-hazırdakı incomingdən söhbət gedir. Sistemin özündə nə səhvlər var? Yox, bayaq dediyim kimi söhbət səhvdən getmir. Sistem qurulub ki, səhv axtaraq. Yəni siz demək istəyirsiniz, sistem bir yoxdur. dənə bundan başlayaq ki, Azərbaycanda sırf Azərbaycan operatoru deyilən bir şey yoxdur. Yəni operating turizm sahəsində ən üstün pillədir. Yəni sən məhsulu hazırlayırsan, agentliklərə şəbəkə ilə paylayırsan, agentliklər artıq satırlar. Agentliyin öz subagenti ola bilər və s. və axır. Azərbaycanda operator yoxdur. Kimsə özünə deyə bilər, kimsə qeydiyyatdan keçirdə bilər özünü operator kimi. Amma fəaliyyətə gəldikdə isə incoming operatoru yoxdur. Bir neçəsi, biri var, o da ki, dediyim kimi, yəni yerli deyil, əcnəbi şirkətdir. Buradan elə başlayır əsas məsələ ki, yəni biz öz məhsulumuzu özümüz sata bilmirik. Biz öz məhsulumuzu xaricdə özümüz təqdim eləyə bilmirik, marketinqlə ilə məşğul ola bilmirik. Bu gedək ya xaricdən bizə gəlsin, hansısa bir əcnəbi, bəli, təcrübə ilə bölüşmək yaxşı bir şeydir. Amma bu sahədə məncə bu düzgün deyil. Çünki Azərbaycandan yaxşı kim bilə bilər. Yəni hansısa John, nə bilim, İvan gəlib bunu eləyə bilməz. Bizdə təəssüf ki, elədir. Hamı da onlara biraz belə estağfurullah, Allah kimi baxırlar ki, yox, bu xaricidir. Bizdə ümumiyyətlə hər şey var, deyilən içində. Yəni xaricidirsə, okey. Bir ara, bəli, təzə başlayanda otelçiliyi Türkiyədən gəlmiş mütəxəssislər. O da mütəxəssis də deməzdim. Yəni Türkiyə miqyasında ən zəif otelçi gəlib Azərbaycanda böyük bir mütəxəssis kimi işləyirdi və bizim yerli dırnaqarası mütəxəssislə müqayisə edəndə, həqiqətən onlar bizdən daha çox bilirdilər. Amma sırf incomingi Azərbaycanı məşhurlaşdırmaq, Azərbaycanı bir
istiqamət kimi inkişaf elətdirməyi yerli mütəxəssisdən yaxşı heç kim eləyə bilməz. Mənim şəxsi fikrimdir. Çünki yəni biz buranın havasını udmuşuq, suyunu içmişik, mental məqamları bilirik və s. və ilə axır. Yəni ən böyük sizin sualınıza belə lakonik cavab versək, problem ondan irəli gəlir ki, biz ölkəmizi kifayət qədər xaricdə tanıda bilmirik. Onun metodikasını bilmirik. Yəni şablon şeylərdən istifadə edirik. B2B görüşlərə gedirik. Ay bu gün hara gedirik? Hə gəlin gedək Braziliyaya, Azərbaycanı orada təbliğ eləyək. Qoy Braziliyalılar Azərbaycan gəlsin. Niyə? Nə üçün? Niyə məhz Braziliya? Hardan bu gəldi sizin ağlınıza ki, məhz Braziliyaya gedək? Yəni bunu kim research elədi, kim fikirləşdi? Tutaq ki, deyirəm də. Yəni ona görə özümüz ancaq turizm şirkətləri özləri gedirlər hansısa sərgidə iştirak edirlər, görüşlərdə iştirak edirlər və bunun sayəsində kimlərsə gəlir. Amma bu təbii ki, ancaq kommersiya xarakterli bir şeydir. Əgər biz biraz daha dərin şeyləri düşünürüksə, yəni Azərbaycanın təbliğatı və s. Turizm kimi özdə vacib şey yoxdur, məhz təbliğatda. Çünki biz o eyni zamanda həm mədəniyyətimizi də onlara göstəririk, həm tariximizi də, həm kulinariyamızı da, mətbəximizi də və s. Yəni biz bunu necə təbliğ eləyə biləriksə, onlar o təəssüratla qayıdırlar Azərbaycandan. Başa düşürsünüz? Yəni var forum, tutaq ki, mədəniyyət forumu, var nə bilim kulinariya forumu, var nə bilim tarix forumu. Amma biz turizmdə biz bunların 3-ünü, 4-ünü, 5-ini bir yerdə təbliğ eləyirik. Görüşlərimizdə, satışlarımızda, turların zamanı və s. və ilə axır. Ona görə çox məncə mühüm sahələrdən biridir turizm. Yəni tək kommersiya kimi deyil. Okey, onda bir dənə də sual. Bəs servis nə səviyyəsindədir? Servis, Sırf turizmdə. xidmət çox aşağıdır. Çox aşağıdır xidmət. Yəni biz qonaqpərvərliyimizlə təbii ki, həmişə seçilirik. İngilislərdə yaxşı söz var, hospitality. Bir var xidmət. Bu xidmət sahəsidir təbii ki, amma hospitality daha dərin mənası var da. Yəni qonaqpərvərlik. Biz də həmişə hər yerdə deyirik ki, ay Qafqaz, ay Azərbaycan qonaqpərvər. Həqiqətən qonaqpərvərik, amma problemlər çoxdur. Bəlkə də bu o mental problemlərdən irəli gəlir. Məsələn, götürsək elə bizim o otelçilərdən hamısı şikayət edir ki, məsələn, housekeepingə gəlib işləmək istəyən yoxdur. Yəni heç kim özünə rəva bilmir ki, mən gedim kiminsə otağını yığışdırım, hansısa turistin yatağını təmizləyim və s. Yəni ən böyük problemlərdən biri hazırda turizmdə hər şeyi qoyaq kənara, bir qayıdaq sizin əvvəlki sualınıza, mən belə deyim. Hər şey öz yolunu tapacaq. Amma ən böyük problem kadr problemidir. Bilməm, siz hiss eləmişsiniz, yoxsa yox. Elədir, Tək elədir. turizmdə də deyil özü. Mən deyərəm ki, biraz qlobal şəkildədir. Elədir. Yəni kadr demək olar ki, yoxdur. Az-maz potensialı olan vətəndaşlar təəssüf ki, gedirlər ölkədən. Söhbət cavan nəsildən gedir. Digərləri yaramır heç cür bu sahəyə. Bəlkə başqa sahədə daha uğurludular, bilmirəm. Amma mənim bəxtimdən intervyuya gələnlərdə baxırsan ki, yəni adamlarda nə bilim IQ səviyyəsi ortadan aşağıdır. Söhbət indi sırf kimlərdən gedir? Məsəl üçün ofis işçilərindən, bələdçilərdən, Elə hamısından. sürücülər, ümumiyyətlə Elə hər bir. hamısından. Bələdçilər bir-birini parodiya edirlər, biri bilmirəm tanıyırsa yoxsa yox. Heç mən adını bilmirəm sözünüzü, bir-iki dəfə Bəli. internetdə görmüşəm. Ağız büzürlərlə biraz özlərini qeyri-səmimi İndividuallıq yoxdur. səmimi aparırlar. Hə, ya həddindən artıq yaxınlıq eləyirlər turistlə. Yəni nə mənada yaxınlıq? Yəni sən deyə başlayırlar müraciətə. Yəni müştəri olaraq qalmalıdır. O ta ki təyyarədə sənə əl eləyənə qədər o müştəridir. O ola bilər sənə anar necəsəndir, sənə əlini vursun sizə. Amma sən də səhər ondan istifadə edib qucaqlayıb ona how are you John? What's going on deyə bilməzsən, başa düşürsən? Belə elədir, olmaz. Bizdə bu yoxdur. Çünki bu sahənin adamı deyil, başa düşmür. Sona qədər başa düşmür ki, olmaz. Bu olmaz. Özlərini yaxın bilirlər. Hə də bu Müştəriyə. müştəridir də, başa düşürsüz? Yəni nə edirsən elə bu müştəridir. Onun bu günləri bir cürdür keyfi, sabah başqa cürdür. Yəni üzvə qayıdıb deyə də bilər ki, sən kimsənə mənə əli toxunursan ümumiyyətlə. Yəni həm də hər bir xarici vətəndaşın gəldiyi ölkənin də öz spesifikaları var. Bəziləri üçün
bu normadır, digər ölkə üçün norma deyil. Sən bilməlisən ümumiyyətlə bu hansı ölkədən gəlib, başa düşməlisən ki, bu ilə özünü necə aparmalısan. Nə bilim, hətta kiməsə kömək eləmək belə əl çantasını düşürdəndə bəzi ölkələrdə bu yaxşı şey sayılmır ki, yəni mən özüm iqtidarındayam da, sən kimsən gəlməli deyirsən ki, mən. Amma başqalarında əksinə alqışlayırlar ki, hə, gəldi mənə kömək elədi. Yəni cürbəcür detallar var. Amma yenə qayıtsaq dediyim kimi kadr məsələsinə, kadrlar yoxdur. Özümüz yetişdiririk güclə balayla. Öncədən yəni gözümüzün qarşısına alırıq ki, bu adam havası onsuz da çıxıb gedəcək. Çünki bilirsən ki, bu daimi deyil, quldarlıq dövrüdür ki, müqavilə də insanları artıq saxlamır. Əziyyətlə öyrədirik sıfırdan. Əsas odur ki, yəni məntiqi düşüncəsi olsun, dil biliyi olsun və istəyi olsun, biz öyrədirik. Amma sırf, lap elə götürək Turizm Universitetinin tələbələri, ilk 2 buraxılış əla idi. Soruşun, biri qalıb burada, yoxdur. Hamısı xaricdə, digər otellərdə işləyirlər. Burada qalan olmadı. İndiki Turizm Universitetinin tələbələri heç qane etmir. Yəni həmişə kimi də, yəni universitetə daxil olum. Niyə? İndi ora balım çatmadı, bura girdim. O düşüncə ilə uzağa getmirik. Onda bir dənə sual. Əgər mən elə düşünürəm ki, turizm sahəsində çalışan insanlar, fəaliyyət göstərən, fərq eləməz. Sürücüdür, bələdçidir, ofis işçisidir və yaxud tur firmanın direktorudur. Onlar ilk növbədə başa düşməlidirlər ki, onlar ölkəni təbliğat edirlər, milləti təbliğat edirlər, öz tarixini təbliğat edirlər. Və bizim sistemdə, turizm sistemində var çoxdur. Var elə insanlar kimlər turisti biçincə baxırlar. Gəlsin, nə qədər maksimum imkan var, pul qaparım ondan. Pul kisəsi kimi. Hə. Nə fikirləşəcək, nə fikirləşməyəcək özü bilər. Və biz sizinlə qərara gəldik ki, Azərbaycanda demək olar ki, yəni turizm sistemin kökü yoxdur. Onda bu hal-hazırdakı turizm kimlərə görə hal-hazırda dayanır, kimlərə görə fəaliyyət göstərir, hansı bu insanlar kimdirlər? Yox, kimdirlər, şey bilmirəm, kimdən deyir? Söhbət getmir, hansı bazardan da? Həkimdən. Yox, mən elə deməzdim. Baxmayın, nə qədər müzakirə eləyin, bu onsuz da kommersiya sahəsidir. Təbii ki, burada insanların və hətta mənim də, sizin də məqsədimiz pul qazanmaqdır. Baxır, indi biz bu pulu necə qazanırıq, hansı sahədə qazanırıq, leqaldırmı bu, illeqaldırmı? Əgər belə bir şey var da, если не запрещено, deyir, разрешено. Əgər qadağa olunmayıbsa, demək icazə var. Yəni turizm fəaliyyəti ilə məşğul olmaq istəyirsənsə, ol. Əsas odur ki, qayda qanun civarında insaf biraz mücərrəd bir şeydir də. Təbii ki, insafla hər bir işə yanaşanda nəticə yaxşı olur, amma yəni biz indi bunu nəzarət edə bilməliyik. Okey, bəs turizm sahəsində olan şirkətlərin arasında rəqabət nə qədər böyükdür? Vəbşə var mı? Yoxdur rəqabət. Rəqabət bilirsiniz niyə yoxdur? Çünki hər kəsən başını salıb aşağı öz işi ilə məşğul olur. Düzdür. Mən sizə deyim, belə deyim də, rəqabətdən çox bir-birinə paxıllıq var şirkətlərdə. Yəni, o paxıllığa yönəltdiyi enerjini öz məhsulunu yaratmağına, ya məhsulun təkmilləşdirilməsinə yönəltsə, nəticə ondan da yaxşı olar. Belə, amma heç kimin işi yoxdur sözünüzü. Yəni, hər kəsən oturub öz işi ilə məşğul. Dediyim kimi də, operatinglə məşğul olmur burada heç kim. Yəni, söhbət böyük işlərdən gedir. Böyük işlərdən heç kim məşğul olmursa, o xırda iş hər kəsən olsa, daily işləri görür də. Yəni, gündəlik bir rutin bir şeylərdir. Gəlim ofisə, maillərimi yoxlayım, onlara cavab verim, ay müştəri tutum, ay tur yazım, tur hesablayım. Yəni gündə bu ilə məşğuldurlar. Yəni burada hansı rəqabətdən söhbət gedə bilər ki? Otellər arasında, bax, turizmdə ən yaxşı dinamika otellərin arasında var idi bir ara pandemiyadan əvvəl. Yəni özünüz bilirsiniz ki, otellər çoxlu otellər tikildi. İndi məsələn o biraz durğunluq yaşayır. Otellər azdır. Yəni biz belə deyək də, mən necə deyim sizə, baxamız deyirik ki, qoy Azərbaycana gəlsinlər, o bazara çıxaq, Çin bazarına çıxaq, Yapon bazarına girək, Yapon bazarından çıxaq, nə bilim, o biri bazara girək. Bizim bu turistlərə xidmət eləmək potensialımız yoxdur axı. Bu stəkan bu qədər su tutur.
bundan çox tutmur. Başa Yəni düşürsüz? söhbət infrastruktura olan gedir. Söhbət stəkanı böyütməkdən gedir, düzdür? Yəni həcmini. Bizdə infrastruktur yox, kadrlar yox. Mən sıfır səviyyəsində demirəm. Yəni böyük həcmli işlər görəcək qədər yoxdur. Biz niyə danışırıq ki, gəlin biz artıraq, qoy bizə filan ölkədən gəlsinlər, milyonlarla adam gəlsin, ya nə bilim 100 minlərlə adam gəlsin. Bizim kifayət qədər fransız dilli bələdçimiz yox, İtalyan dilli bələdçimiz yox. Kifayət qədər nəqliyyat vasitələrimiz, yəni turizm sahəsinə cavab verə biləcək keyfiyyətdə olan nəqliyyat vasitələrimiz yox. Otellərimizin sayı məhdud. Plaj oteli deyilən bir şey yoxdur ümumiyyətlə. Bir otel var idi Bilgədə, bilirsiniz. Onu da saxladılar təmirə. Həqiqətən ehtiyacı var idi, inşallah ki, açılar. Ondan başqa otel yoxdur demək olar ki. Və biz də burada dava edirik ki, gəlin inkişaf edək. Gəlin adam daha çox gətirək. Yəni bunlar hamısı bir-birinə tərs mütənasibdir. Qayıtsaq yenə sizin suala, rəqabət yoxdur. Rəqabət yoxdur. Ona görə də bəlkə problem çoxdur. Çünki normal mühitdə özünüz bilirsiniz ki, rəqabət olan mühitdə sağlam rəqabətdən söhbət gedir. Həmişə yenilik, həmişə inkişaf olur. Necə ki, deyirlər, reklam satışın mühərrikidir. Turizmdə də rəqabət inkişafın bir ayrılmaz qoludur, amma bizdə də rəqabət yoxdur. Heç kimlə rəqib deyil. Rəva bilmir. Biri pafısından ki, o kimdir mən oyuna rəqabət aparım. Digərin həqiqətən vaxtı yoxdur ki, fikirləşsin ki, rəqib nə ilə məşğul olur. Gəl mən də oyuna rəqabət aparım, mən də onu eləyim, mən də bunu eləyim. Yox, hər kəsən öz işindədir. Yaxşı, bəs məsəl üçün Azərbaycan, Gürcüstan və Ermənistan. Yəni turizmdə var belə bir proqram, həm bütün 3 ölkədə. Yəni bizim 3 də var, 4 də var, Özbəkistan da var, Azərbaycan, Gürcüstan, Ermənistan. Bəs bizim Azərbaycandan, Gürcüstandan və Ermənistandan biz onu götürsək. Yenə müqayisə eləmək istəyirəm. Müqayisəsi, yəni bizim plusumuz nə qədərdir? Yox, gəlin belə Yoxsa deyək. minus? O 3 ölkə ki, Söhbət gedir turizmdən. adını çəkdiniz. Burada mən ancaq turizmlə danışa bilərəm təbii ki, başqa Yəni sahələrdə. bizdə belə deyək, təkliflər çoxdur. Yox, belə deyim. Ümumiyyətlə Gürcüstana baxsaq. niyə 3 ölkə? Baxın, əgər biz yaxın ölkələrdən söhbət danışmırıqsa, yəni bu postsovet məkanı və s. digər ölkələr Azərbaycandan kifayət qədər uzaqdadır. Yəni götürək elə həmin o Yaponiyanı, Asiyanın digər ölkələrini, götürək nə bilim Koreyanı, götürək Amerikanı və s. Ona görə birinci başlayaq ki, niyə 3 ölkə? Çıxanda əgər bunlar Qafqaz ölkəsinə səyahət edirlərsə, çalışırlar ki, elə bir paket olsun ki, ən azından 2-3 ölkəni görə bilsinlər. Çünki təsəvvürünüzə gətirin ki, adam bayaq deyim kimi New Yorkdan uçur, qitə dəyişir, gələcək bir dənə Azərbaycana salam əleyküm eləyib qayıdacaq. Ya Gürcüstana, ya Ermənistana. Ona görə 3 ölkə, 4 ölkə dediyim kimi Özbəkistan da götürürdülər bir ara. Özbəkistan, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyəni də eləyirdilər. O tərəfdən ya bu tərəfdən fərqi yoxdur hardan başlayır. Yaxşı vaxtlarda 2000-ci illərin 2005-ci, 2006-cı illərdə hətta İrandan da gəlirdilər Azərbaycana. İran turistlərinə söhbət getmir. Yəni İran, Azərbaycan, Gürcüstan, Ermənistan turları da var idi. Bu yaxşı bir şeydir. Combine, yəni kombinirованный turlarda. Amma bizim üstünlüyümüz varmı, yoxmu deməzdim. Biraz bu kontekstdən baxmaq da düzgün deyil. Təbii ki, hamı danışır, nə bilim Azərbaycanda 9 iqlim qurşağı, nə bilim mətbəx, o bu. Bu yaxşı bir şeydir, amma yəni insanlar bura nəticədə coğrafiya dərslərinə gəlmirlər də. Yəni biz reallığımızı bilirik. Var, resurslar var, amma bunların ərsəyə gəlməsi üçün uzun müddət lazımdır, böyük maliyyə lazımdır. Məsələn, ən yaxşı yerlərdən biri Azərbaycanda dəyərləndirməmiş yerlərdən biri Nabran zonasıdır, özünüz bilirsiniz. Dəniz, meşə, hər şey var. İnfrastruktur Rusiyaya yaxındır, oradan dəmir yolunu çək birləşdir, sürətli qatar qoy, ruslar özləri gələcəklər. Dağıstan var onlarda, amma Dağıstanı xoşlamırlar. Çünki biraz Dağıstanda yerli cəmaatın turistlərə olan, baxmayaraq ki, elə öz rus vətəndaşlarıdır, olan münasibətləri və s. infrastruktur və s. elən içində deyil. Bizdə dil problemi yoxdur Rusiya ilə və s. Yəni biz bu an üçün hardan pul qazana bilərik onu düşünməliyik də. Yəni qatar gedəndən sonra biraz gec olur. Məsələn indi görürsüz, okey, bəlkə də biraz yaxşı səslənmir. Rusiyanın
dünyanın böyük bir problemləri var, nə bilim, sanksiyalar tətbiq olunub, Avropaya çox yerə gedə bilmirlər, Ukrayna və s. şeylərə görə. Biz bundan necə istifadə elədik? Heç necə. Hə, gəlirlər, onlar elə əvvəlki axarla gəlirlər. Elədir. Usta. Yəni necə ki bu fevraldan əvvəl, yəni SVO dedikləri başlamamışdan əvvəl gəlirdilər, o axarla da gəlirlər. Yəni artım ya azalma yoxdur. Biz istifadə elədik? Yox. Niyə? Çünki düşünmürük ki, niyə? Onsuz gəlirlər də. Amma daha çox cəlb eləmək olardı da. İnfrastruktur yoxdur, düzdür. İndi bir gecənin içində heç kim otel tikməyəcək. Amma perspektivdə baxsaq, yəni əgər sahibkarlara şərait yaradılsa, dövlət tərəfindən bir zəmin verilsə, onlar hamısı öz otellərini tikərlər tez bir zamanda. Nə bilim, kredit lazımdırsa aşağı faizlə və s. Sonra bayaq hospitality'dəndim. Ən çox, hamının mən xasiyyətini çox istəyirəm. Yəni, Azərbaycanın bütün yerlərində demək olar ki, olmuşam. Hətta Qarabağda da olmuşdum müharibədən əvvəl. Şuşanın özündə falan uşaqlıq xatirələrim var. Hamının üstün cəhətləri var, amma Lənkəran-Astara zonasında mənim ən çox xoşladığım zonadır. Məhz bu hospitality'dən. Yəni, gecə gəl qapını döy, təbii ki, ədəblə, ərkanla dinən ki, bəs yolda qalmışam, onlar bir gecə sizdə qalım, deyəcəklər ki, gəl. Gedib yorğan döşəyi də tökəcəklər, sizlər üçün ən yaxşı, nə bilim, təmiz yerlərdə yatızdıracaqlar, sizi yedizdirəcəklər və səmimi. Əsas odur ki, səmimi. Hə, yəni, bax, orada o dəyərləndirilməyib. Məsələn, Astara-Lənkəran zonasında, məsələn, bizdə bir ara çox danışırdılar ekoturizmdən. Məsələn, o zona eko üçün çox gözəldir. Qarabağ zonası təbii ki, yəni biz bilmirik, research eləməmişik, çünki yəni minalardan təmizlənməlidir və s. İndi bilmirəm ora nə qədər düzgündür xarici turistləri cəlb eləmək. Hansısa missiyalar falan ola bilər, gəlsin tanıtım üçün falan, amma yəni kütləvi şəkildə mən məsələn risk eləyib öz turistimi aparmazdım ora, çünki bilmirsən, Allah rəhmət etsin, o günləri oxuduq, dünənləri deyəsən, bir hərbiçi də yəni düşmüşdü minaya. Yəni biraz uzun məsələdir, amma əlimizin altında dediyim kimi Abram var, Astara, Lənkəran var, Bakı var. Qəbələ yolunu tikib qutarandan sonra yenə təzədən gedib ikinci dəfə oranı kəşf eləmək lazımdır ki, görək burada nə etmək olar. Yəni çox uzun çəkir o. Hə, uzun çəkir bu yollar. Hansısa bir nəzarət sistemi olmalı. Nəzarət sistemi də, qadağa sistemi yox, nəzarət sistemi olmalı. Yəni biz nəzarət eləməliyik ki, bu adamlar doğru dürüst hər şeylər. Amma yox olmaz. Yəni bunu nə edirik? Yəni Palçı vulkanı başa düşdüm, unikal bir şeydir. Hə, o qalsın. Qoy minillərlə qalsın. Biz bundan heç cür istifadə eləməyəcəksə, nə olsun, təbii bir hadisədir, hamı bilir. Uzaqdan onda videodan çəkək, göndərək bütün ölkələrə ki, bizdə bir Palçı vulkanı var. Buna əl vurmaq olmaz. Məsələn, yeni bir vulkanlarda muzey tikdilər, xoşum gəldi, biraz düzdür, uzaq. Mənim xoşuma gəlmir. Yəni, amma söhbət vulkandan gedir. Orada heç olmasa hansısa bir vulkanın birini biraz elə qoymalıydılar ki, yəni icazə verməliydilər ki, heç olmasa gəlib o turist bir barmağını o palçığın içine salsın. Elədir, çox uzaqdadır. Okey, 9 danasına əl vurmaq olmasın, birinə əl vurmaq olsun. Yəni bu adam hiss eləsin. Ya orada hansısa bir, nə bilim, kosmetik vasitələr satılsın, ya düzəldilsin. Yəni orada nə edirlər? Yəni mən getdim keramikadan master class keçirlər. Yəni keramikanın Qobustana nə aidiyyatı? Elədir. Yəni heç olmasa biraz uyğunlaşdırmalıdırlar da. Neftlə rəsm əsəri çəkməyə orada master class var. Sual verdim qardaşa, bir dənə sualıma düzəlməli cavab verə bilmədi. Yəni neçə nəfər eyni zamanda adam qəbul edə bilərsiniz? Master class neçə saat çəkir, neçə dəqiqə çəkir? Ancaq qiyməti bilir. Neçədir? 150 manat. Yarış 150 manat çox böyük puldur axı master class üçün. Hə, amma nə olacaq, nə tər olacaq, heç nə bilmirəm. Bir də onu dedi ki, bunun birinci mənim atam eləyib Azərbaycanda. Neftlə əsəri o çəkib. Deyim, bəs mən bilən Çopuroğlu'nu da tanıyım. Yox, o deyir, mənim atam ona. Yaxşı, okey. Yəni bu tacları taxdıq hamımız. Sən bələdçilər arasında nömrə birsən, nə bilim, o birsən. Amma iş ortada yoxdur. Yəni sual verirəm ki, qardaş, mən sənə 10 nəfər turist gətirirəm. Bunun taymingi nədir? Neçə dəqiqə çəkəcəksən? Nə çəkəcəklər? Bax, soruşuram. Deyirəm, nə çəkəcəklər? Deyir, nə istəyirlər çəksinlər? Deyirəm, yəni bir mən adamı gətirim 60 kilometr mərkəzdən, gətirim verim sənə, sən də ona nə gəl bu kist, bu neft. Gəl çək. Ürəyim nə istəyir? Çək. 150 manat ver amma əvvəl. Bu alverçilikdən biz əl çəkmirik də. Yəni var biznesmen,
var Elədir. iş adamı, var alverçi. Biz elə ki alver stadiyasından çıxmamışıq. Mən elə bayaqlar o sual elə verəndə söz bundan gedirdi. Yəni alverçilik, siz onu düzgün qeyd elədiniz. İndi başa düşürəm, pul qazanmaq o heç o öz yerində. Amma insan başa düşməlidir turizm sahəsində çalışan insan. Məsələn özümdən götürürəm də bələdçi. O başa düşməlidir ki, o təkcə özünü, o pul qazanırsan onu başa düşdü. Amma sən milləti, sən ölkəni, sən tarixi. Yox ana, sən... burada sözünüzü Bəli. kəsəcəm. Siz bunu heç cür kontrol eləyib, ya heç cür Yox, razıyam. aşılaya bilməzsiniz heç kimə. Amma Yəni, yanaşmadan söhbət gedir. Yəni dediyim kimi bu tərbiyə kimi bir şeydir. Bu ya var, ya yoxdur, ya azdır, ya çoxdur. Yəni siz bunu heç cür bu sahədə tələb eləyə bilməzsiniz. Hansısa qaydalar qoyulsa, təbii ki, o qaydalar əsasında, o qaydalar çərçivəsində biz nəsə eləyə bilərik. Bayaq dediyim kimi, yəni əgər sənin lisenziyan varsa, sən ekskursiya apara bilərsən, yoxdursa apara bilməzsən. Bu artıq düz istiqamətdir. Elədir. Çünki lisenziyanı verən orqan da var da. Yəni bu artıq həmin bələdçini testdən keçirdib, ona hansısa bir reglamentə görə, hansısa bir, nə bilim, rayderə görə təlimatlandırılıb və o bu təlimatdan keçməli. Necə ki, indi görürsünüz keçirlər, müəllimlər attestasiya keçir, taksilər keçir. Pis, yaxşı, hələ ki keçir. Əsas odur ki, başlayaq. Yəni başlayandan sonra, yəni o mən rüsum verim, vəsiqəni alım, qoyum cibimə gedim. Elə olsa, təbii ki, nəticəsini görməyəcəyik. Amma əgər həqiqətən və bir də ki, o attestasiyanı kimlər keçirdir? O da böyük rol oynayır da. Yəni o sualı verəcəkdim. Kimi öyrədir? Var nəzəriyyə, var praktika. Yəni bələdçidən həm nəzəriyyə, həm praktika üzrə testlər götürülür. Götürülmür bilmirəm təbii ki, yəqin ki götürürlər. Amma yəni praktiki olaraq da o imtahanı kim götürürsə, onun özü o ha vaxtsa fəaliyyət göstərmiş və yaxud da hazırda da fəaliyyət göstərən bir bələdçi olmalıdır ki, özü bir şey bilsin ki, cəmaatdan nəsə tələb eləsin də. Tendensiya var, amma əvvəllər biz bilirsiniz Mədəniyyət və Turizm Nazirliyinin nəzdində idi, sonra ayrıldı. O vaxtı müraciət elədim, İspan dilli bələdçi istədim və nazirliyin bir siyahısı var idi, akreditasiyadan keçmiş bələdçilər. Göndərdilər mənə, mən 3 dil bilirəm də, ondan çox bilmirəm. Yəni, qardaş, salam aleyküm, sizi məsləhət gördülər, İspan dilini bilirsən, yaxşı. Tamam, qrupu verdi ona. Getdi. İspanlar mənə zəng elədilər ki, qardaş bu nə dillə danışır, biz başa düşmürük. Sən mənim ingilis dilində bilən adam varsa heç olsa onu göndərim. Yəni biz kimi ki hər bələdçini çağıraq öz yanımıza, oturaq ona, nə bilim, dil testləri keçək. Görək bu İspan dilini bilirmi, bilmirmi, ya fransız dilini bilirmi. Yəni var kağız, siyahı və mən o siyahı üzrə baxıram, adamla işləyirəm. Bunun o siyahıya necə gəlib düşməyi o ərəfədə mənim problemim deyil. Sonra mənim problemimə çevrilir. Amma o ərəfədə mənim problemim deyil. Biz də inandıq, çağırdıq. Yaxşı da nəticəsi olmadı. Mən özüm keçən il deməyəcəm hardaydı o yer. Yəni qonaqların getdiyi yerdir də. Müştəri siqaret çəkdi. Və bu an avtobusda? Yox, bayırda. Və adını desəm bilinəcəkdi, istəmirəm deyim. Çox vaxt Qobustanda çəkdi. Deməli siqaret çəkdilər və bir nəfər yaxınlaşdı. Naqlı. Özdə yəni qonağın dilini bilmir. Azərbaycan dilində o da var axı bizdə. Yaxınlaşırıq Azərbaycan dilində. Bir də ki, əgər xarici dil bilmiriksə, baxışını sözünüzü kəsirəm. Biz ona qondarma rus dilində danışırıqsa, o adam özündə hesab edir ki, o xarici dil bilir. Yəni məsələn, ingilisə yaxınlaşır, eta, net. Sən buna rus dillə məşqləyirsən. Yəni rus dili universal bir xarici dildir ki, sən o yəni rus dillə danışa bilərsən. Bu indi bizimkilər də elədir. Gəlib də nəsə başlanır. Deyir tuda. Məsələn ingilis dilində yaxınlaşır, soruşur ki, məsələn falan yerə hara gəlir, deyir tuda. Amma sən Azərbaycan dilində desəydin ki, o tərəfə elə o üçün eyni şeydir də. Qalmayacaqdı. Elə bir tip insan yaxınlaşıb deyir ki, o siqaret çəkmə olmaz, mən sizə gəlməliyəm. Mənə demir ha, qonağa deyir. Qonaq da buna baxır, heç nə başa düşmür. Deyirəm, kimə nə deyirsiniz, nə gəlmə? Yəni bayırda yox biz, içəridə deyilik. Yox, bura ərazi də olmaz, cərimə. Çəkdim onu qırağa. Sakitcə bura saldım ki, qardaş, budur. Deyirəm, sən onu cərimə elə bilməyəcəksən, bu bir.
İkincisi, bunun pasportu üstündə yoxdur. Üçüncüsü, sənin ixtiyarın yoxdur cərimə eləmək. Dördüncüsü, cərimə eləməyəsən, gəl mən cərimə elə. Verim öz pasportumu. Ki, o situasiyanı tez bazar həll edeyim. Və sizcə nə oldu? Cərimə yazmadı. Çünki o məqsədi cərimə yazmaq deyil idi. Bunlar var. Bunları aradan qaldırıb islah eləmək olmur. İndi az-çox məsələsi var. Dediyim kimi görürsüz özünüz, indi məsələn taksilərə deyirlər ki, nə deyirlər ona, attestasiya falan keçirlər. İndi Bolt uçandan sonra dedilər ki, daha gücləndirəcəklər. Bu olur. Bu olur. İnsanlar, mən də sizə bir hadisə danışım. İçəri şəhərdə Belgiyadan qonaqlarım var idi. Əvvəllər dediyim kimi, yəni qruplar az idi deyən, bələdçidən başqa özüm də yanlarına gedirdim ki, xidməti mən istədiyim kimi versinlər. Belgiyadan tur lider dedi ki, sizin dondurmadan yemək istəyirik. Baxdım belə, düz Qoşa Qala qapısının içəri tərəfdən də. Yanında biri dondurma qoymuşdu, zontik zadı da yox idi heç. Gün vurur başına. Çoxdan söhbət edir, bəlkə 15 il keçib. Dedim bu dəqiqə. Dedi ki, amma deyin ona ki, yəni hərəyə bir dondurma versin, 20 nəfərə yaxın adam idilər. Pulunu sonda, yəni yekun toplam mən verəcəm. Yəni tur lider deyirəm. Elə də yaxınlaşdım ki, qardaş salam əleykum, indi əcnəbilər var, yaxınlaşacaqlar sənə, hərəsinə bir dənə özdə yerli. Çünki onlar xoşlayırlar. Bizim sirabı içirdilər. Yəni yerli məhsulların dadına baxırlar. Belgiyadan gəliblər, şokolad vətənidir. Bunlar yəni gəlib neynir xarici məhsulu, yerli məhsul istəyirlər. Dedim, ver hərəsinə dondurmadan. Sonda pulu məndən al. Yəni tur lider olsa mənə verəcək, mən buna verəcəm. Deyirəm neçəyədir? Yalan deyərəm. Yəni amma yəni məsələ belə idi. Tutaq ki 1 manat da öyrədirsə, deyir ki 1 manatdır. Gəl 3-dən sataq da. Deyirəm ki, niyə? Sat da birdən. Allahın gətirib də sənə durmusan günün altında, it də yoxdur küçədə, bizdən başqa 40 dərəcə isti var. Al ver də bu 17, 18, 20 dənə dondurmamı ver. Al pulunu qoy cübə, denən şükür ay Allah. Hardansa gətirdin mənə bu. Dərhal qiyməti qaldır ki, gəl qaldıraq da bölərik. Deyirəm, yox elə şey eləmə də. Adama 1 manatlik ver, verdik. O vaxt özü də, yadıma düşdü, o vaxt 1 manat 1 avroya bərabər bir şeydir. Başa yəni 3 avroya Azərbaycanda dondurma mümkün deyil. O vaxtlarda. Bu var. Bu var, bunu islah eləyə bilməyəcəksiniz. Söhbət amma qalıb. Qlobal şeylərdən gedirsə, qlobal xidmətdən gedirsə, bunu biz nəyisə irəliləyiş eləməyə... Bəs qlobal formada Azərbaycan turizm sahəsini 10 ildən sonra necə görürsünüz? Siz o intervyuya çağırırlar, işə götürəndə deyir ki, yəni 3 il sonra özünüzü harda görürsünüz? Bəli. Adam 1 saat burada sonra siz turizm başına gələcək. Yəni belə getsə. Yəni belə getsə heç yerdə. Heç Azərbaycan yox, dünya dağılır ay kişi. Trump oradan başlayıb. Nə turizm? Turizm ümumiyyətlə bizə heç bir dünyada nə baş verir, bizə adəti yoxdur. Yox, yəni siz xarici vətəndaşı qəbul edirsə, onun əgər kifayət qədər maliyyə gəliri yoxdursa, Azərbaycanın fikirləşməsin. Baxın, biz 3 dənə ölkənin arasında, 3 dənə böyük bir ölkənin arasında, İran, Rusiya, Türkiyə arasında olan balaca bir ölkəyik. Bəli, və siyasi məsələlər ikisi də sanksiya altındadır, amma biz həmişə bizə təsir edib, etməyə də bilməz. Yaxşı tərəfdən də təsir edir. Amma hala turizmə yaxşı tərəfdən İsraillə İran arasında biraz gərginlik olan kimi Azərbaycandan turistlər gəlmək istəmirlər, çünki Azərbaycan İrana yaxındır. Özümüzdə bir problem olanda Ermənistanla yenə də yaxındır, gəlmirlər. Nə bilim, bu qaçılmaz bir şeydir. Amma yenə qayıtsaq suala ki, 10 il sonra. Ümumiyyətlə, turizm dünya dağılmaz. Turizm perspektivli sahədir. Amma bir uzaq planlar qurmaq olmaz turizm sahəsində. Yəni, məsələn, belə deyim də, indi mənim başım üçün deyil, amma ölkə bir var büdcəsini turizm üzərində qursun, bir var neftin üzərində qursun, bir var, nə bilim, kənd təsərrüfatı üzərində qursun. Turizmdə qurmaq olmaz. Yəni, Türkiyə gördüyünüz kimi, yəni, çox turizm üzərində idi. Bu pandemiya nə oldu? Çöktü. Gürcüstan eynən. Hamıya təsir elədi. Amma yəni sən sırf ölkənin büdcəsi pay olaraq daha çox turizmdədirsə, bu düzgün bir şeydir. Daha strateji qlobal şeylərin üzərində qurulmalıdır. Turizm perspektivli sahədir. Yaxın 3-4 illərdə təbii ki
ola bilər. İndi görürsüz onsuz da biraz qlobal dəyişikliklər var. Süni intellekt və s. və ilaxır. Bunlar hamısı turizmə də təsir edir təbii ki. Azərbaycan postsovet ölkələri biraz nə qədər çox geri qalırlarsa texnologiyalardan, incoming üçün bir o qədər yaxşıdır əslində. Yəni özünüz bilirsiniz, üzrü sayın bilmirəm indi sizin tamaşaçılarınız kimdir? İnsanlar bizdə elə öz pensiyasını normal yeyib kartla bankomatdan çıxarda bilmir. Mütləq gözləyirlər ki, ya bilən bir adam gəlsin, onlara kömək eləsin, ya da yoldan bir kəsi tuturlar ki, sən mənim canım, ay oğul, gəl bu pensiyanı mənim buradan çıxart. Yəni bu ölkədə sən hansı bir texnoloji revolyusiyadan, inqilabdan danışırsan və əcnəbilər də ona görə özləri öz turlarını alıb gələ bilmirlər. Faktorlar çox deyim kimi həm qorxurlar, Qafqaz, yanında İran, orada nə bilim nə var. Gəl mən agentlik üzərindən alım turumu. Və kartla ödəniş, bu görürlər ki, Azərbaycanda doğru dürüst yoxdur. ATL-in saytına girsən yer var. Booking.com-a girsən yer yoxdur. Ya əksinə, ya orada da yoxdur, burada da yoxdur. Amma zəng gəlsən deyir ki, hə gəl, evim eşiyim ona qurbandır, problemdir. Deyirsən ya necə? Yoxdur axı, yoxsa gəl bir şey fikirləşərik. Yəni ona görə geriləmə bu cəhətdən yaxşıdır. Yəni agentliklər üçün yaxşıdır ki, agentliklər fəaliyyət göstərə bilir. Çünki onlara ehtiyac var. Yəni müqavilə, xaricilər özdə bilirsiniz, yəni rəsmiyyətə daha çox önəm verirlər ki, hə mən turu özüm təşkil eləməmişəm, filan şirkətdən almışam. O mənə görə məsuliyyət daşıyır. Daha yazıq bilsə ki, burada onu kim qarşılayır və o heç öz qarşısında məsuliyyət daşımır. Həddindən artıq çoxdur agentlik. Mən bir şey demirəm, paxıllığım yoxdur, işləsinlər, amma yəni özü bilmir nə ilə məşğul olur. Açır, necə ki, binanı bizdə tikirlər, binanı tikir, pulu var, sonra fikirləşir, mən bu binanı nə edeyim? Buna şallıq saray eləyim, yoxsa mənzil eləyim, yoxsa nə bilim, biznes center eləyim, atel eləyim, eləyir, o proyektör axı, gəlirsən, görürsən ki, otağın ortasında bir dənə sütun var. Yəni otelli otağın ortasında sütun. Niyə? Çünki yəni tikiləndə otel otağı kimi tikilməyib də. Ona görə bu turizm şirkətləri də elənin içinə açılır. Məsələn, nə ilə məşğul olum? Dönərçi açım, nə bilim, moyka açım. Orada da bir şey çıxmanda gəlib çıxmır hamısı turizmə. Daha üçün zarabat eləmirəm. Yəni elə ki, bekarçılıqdan hamı gəlib turizmə. Yəni humanitar fənlər falan bitirənlər özlərinə iş tapmırlar. Mən bir şey demirəm, mən embargo qoymamışam. Mən kiməm ki, mən də hər vaxt başlamışam bu sahəyə. Amma yəni adam bir heç olmasa öz sənətinə, peşəsinə bir hörmət eləyər də. Burada da bir həqiqət var ki, adam öz gördüyü işi sevir, hörmət eləyir. Necə ki sürücü, məsələn bir sürücü var, baxıram əllərinə, yəni sürdüyü maşının dəyəri, avtobusun 450 min, 500 min qiyməti var. Təbii ki, özünki deyil, amma hər halda. Görürəm əlləri mazutlu, çirkli, dırnaqların içi. Deyirəm ki, dayı niyə belə? Yəni əlləri də duyur da. Deyir, mən şofer adamam da, deyir. Məndən duxuyu gəlməyəcək ki. Deyirəm, sən özünə hörmət eləmirsən. Necə olur? Xaricdə baxırsan ki, adi reys və avtobuslar elə götürdü Türkiyə. Yəni hamısının bizdə indi Bakı baslarda var da, azdan çoxdan başlayıblar. Yəni dress code, uniforma, təmiz, səliqəli, başı daranmış, üzü taraş olunmuş. Sən yəni insan özünə özü hörmət eləmir ki, mən şoferəm. Demək məndən mazut iyi, məndən salyarka iyi gəlməlidir, üstü başım çirkli olmalıdır, ayaqlarım qara olmalıdır. Yəni buradan hamısı gəlir. Yəni sən turizmlə məşğul olmaq istəyirsənsə, bu səndə olmalıdır. Sən ya bu səndə varsa var, yoxdursa yoxdur. Çünki bu elə bir sahədir ki, sən bütün sahələrdən az-çox başın çıxmalıdır. Siyasətdən, tarixdən, ədəbiyyatdan, kulinariyadan və s. Dindən, dildən. Bu da elə hamısı tarixin bir qoludur onsuz da. Amma yəni mən həmişə demişəm, əgər turizm şirkətinin rəhbəri özü turizmlə anlayışı yoxdur, var sahibkar, bu başqa bir şeydir. Sahibkar aça bilər turizm agentliyi, işlədə bilər adamlar, direktor təyin edə bilər. Bir də var turizm şirkətinin direktoru. Yəni rəhbərlik edən adam. Bu adamın özünün turizmlə başı çıxmırsa, bu ofisə ancaq çay içib gəlir, oturur, çıxır, gedir. Bu inkişaf yoxdur. Amma o ayaqqabının içində xırda daş düşür, gəzirsən, incidirsən. Və onun kimi bir şeydir. Yəni digər normal turizmlə məşğul olanlara maneçilik törədir.
Çünki baxırsan ki, yox, 3 nəfər də turist 10 şirkətin üzərindən gəlir gedir, 10 təəssüratlarına ayrılır. O da qayıdır pis təəssüratla. Bizdə bir məmnun müştəri özü ilə ikisini gətirir, bir məmnun olmayan özü ilə 5-ini aparır. Bu da elə bir şeydir. Agentliklərin sayı çoxdur. Əslində rəqabət yaxşı bir şeydir, amma bu qədər də yox. Bir var sayı çoxdur, bir var sayı hədsiz çoxdur. Yəni burada da məncə hansısa bir kriteriyalar qoymaq lazımdır, hansısa bir sertifikasiya keçmək. Var idi bir ara, o da boş şeydi sözüncə. Yəni pulumu verirdin, lisenziya alırdın. O rəsmi pul idi, düzdür? 5500 idi yəni bizim vaxtımızda yadımda 5 illik, yəni ilə 1100 manat düşürdü də. Bu da bir şeydir. Yəni məncə həqiqətən yəni zarafat eləmirəm, səhərdən biraz çox gülürdük. Bu biraz strateji bir şeydir. Yəni sən ölkənin adından çıxış eləyirsən. Bu elə bir adamlar olmalıdır ki, bunlar hər bir yazdığı, satdığı tura görə heç olmasa mənəvi bir məsuliyyət daşımalılar da, başa düşürsünüz. Yəni ağzına gələni yazırlar, kim nə istəyir sonra da danışır, sonra nə istəyir eləyir. Yaxşı bir tendensiyadır. Özü də ki, ələxüsus da bizdə. Yəni hər tərəfimiz düşmən, onsuz da bizim tariximizi yazırlar, özləri pozurlar. Veri deyirəm, Coca-Cola sizdən cavandır, yaşlıdır və s. Bu qədər. Yəni əgər turizm inkişafından danışılırsa, yəni turizm agentliklərinin özünün də bir qaydalara, qanunlara görə fəaliyyət göstərmək lazımdır. Yəni söhbət vergilərdən getmir. Bu ayrı bir şeydir. İstənilən bir fəaliyyət növü ilə məşğul olsansa, vergi məcəlləsi bu ayrı bir şeydir. Amma turizmin özünün qanunları təsdiqlənməlidir və o qanunlara görə şirkətlər işləməlidir. Mən belə düşünürəm. Bizim podkastın elə axırı demək olar. Mən bir dənə qərara gəldim ki, mən özüm turizmdə 7 iləm, yəni 7-8 il. Və mən çox fikir verirəm, çünki bayırdayam, küçədəyəm, orada, burada və başa düşürəm ki, bizim turizm sahəmiz, bizim turizm sistemimiz daha çox sizin kimi insanların üstündə dayanır. Yəni sizin kimi insanlar, hansının 20 ildir bazardasınız və düzgün istifadə edirsiniz, həm servis tərəfdən, həm ölkəni təbliğat aparmaq tərəfdən sizin kimi adamlar Allah'a şükür var. Amma azdır, amma var. Və mən özüm zamanlı anlar sizə təşəkkürümü bildirirəm ki, sizin kimi insanlar var və bizim turizm sahəmiz sizin kimi insanların çiynində hal-hazırda dayanıb. Sağ olun, çox sağ olun. Biraz çox pafosunu səsləndir. Var, fakt, təbii ki var və kifayət qədərdir və işləyirlər də. İndi adam var, başını salıb aşağı işləyir, yəni heç kimdən işi yoxdur. Mən də onlardan biri. Yəni bizim gücümüz nəyə çatırsa, yaxşı mənada onu eləyirik. Öz hesabımıza eləyirik. Hamı ilə görüşürük. Maksimum dərəcədə məlumat veririk. Bir dənə bir şeyi də deyim sizə, bu ilə də istəyirsiniz yekunlaşdıraq. Hətta mən bir ara rəqib şirkətlərin əməkdaşlarını deyirdim ki, göndərin mənə və göndərən oldu. Özüm onlara trening keçirdim. Yəni təsəvvürə gəlirsiniz, rəqib şirkət, hansı ki birbaşa mənim rəqibimdir, mən işlədiyim bazarla işləyir. Mən onun əməkdaşını çağırırdım, deyirdim ki, proqramı belə yazırlar, kalkulyasiyanı belə eləyirlər, e-maila belə cavab verirlər, nə bilim, invoice belə göndərirlər ki, bunlar qorxmasınlar. Çünki elə turizm şirkətlərinə görə mənim də müştərim qaçırdı. Başa düşürsünüz? Yəni gəldilər, treninqdən keçdi və var. İnandırım sizə kifayət qədər var. Yəni hamı başını salıb dediyim kimi, yəni rəqabətlə məşğul olmur. Biz hər kəsən öz işini görür. Hamıya da buradan salam deyirəm. Turizmdə fərqi yoxdur. Dünən 15 il əvvəl, 20 il əvvəl çalışan, həqiqətən işini insafla, sevgi ilə görən hər bir adama turizm sahəsində, bələdçilik sahəsində, istənilən sahədə burada hamısına salam deyirəm, baş əyirəm. Yəni bu bizim vətənimizdir. Yəni nə eləyək, amma yəni vətənin adına bir xələl gəlməsin.